Salam değerli izleyiciler, değerli futbol severler, hər birinizi xoş gördük. Qarabağ komandası yeni transfer edir. Hal-hazırda ekranda həmin futbolçunun şəklini görürsünüz. Qarabağın ilk transferinin adı nədir? Bir qədər sonra bu futbolçu haqqında sizləri məlumatlandıracağım. Eyni zamanda bildiyiniz kimi Çempionlar Liqasının liqa mərhələsinin sonuncu turunda Qarabağ komandası Liverpoolun qonağı olacaq. Artıq maça saatlar qalır. Sizcə bu maçda kim qələbə qazanacaq? Bir qədər sonra maç öncəsi baş verən hadisələr və açıqlamalar barəsində sizləri məlumatlandıracağıq. Sona qədər izləsəz bu və ya digər maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Kanala abunə olun, bildirişləri açıq tutun, şərhlər bölümündə isə fikirlərinizi yazmağı unutmayın. Mən isə məlumatların geniş təfsilatına keçid alım. Dəyərli dostlar, beləliklə məlumat vermişdik ki, Qarabağ komandası artıq Liverpoola yola düşüb. Dünən gecə saatlarında Liverpoola çatdılar və həmin görüntüləri hal-hazırda ekranda görürsünüz Liverpool şəhərində. 7 saatlıq uçuşdan sonra artıq Liverpooldaydı komandamız. Liverpool komandası da bu barədə paylaşım edib. Bir qədər sonra bu barədə danışacağım. İlk öncə qeyd edim ki, Liverpool komandası Qarabağla oyun öncəsi 16 futbolçusu ilə son məşqə çıxmışdı. Baş məşqçi Arne Slot'un açıqlaması var. Onu da sizin nəzərinizə çatdıraq. Mən bu açıqlamanı çatdırdıqca siz də Liverpool komandasının son məşqindən görüntüləri izləyin. Qarabağla oyun öncəsi məhz Liverpoolun son məşqindən çəkilmiş fotolarda dəyərli dostlar bunlar. Beləliklə Liverpool komandasının baş məşqçisi Arne Slot bildirib ki, onun komandasının Premier Liqadakı uğursuz çıxışı müəyyən təzyiqlər yaradıb. Amma bir neçə oyun ard-arda qazansaq belə bu təzyiqlər üzərimizdən götürülməyəcək. Belə komandada baş məşqçisənsə komanda ilə çempionluq uğrunda mübarizə aparmalısan. Həm Çempionlar Liqası, həm də İngiltərə Premier Liqasında oynamaq olduğu da çətindir. Çempionlar Liqası oyunlarından sonra Premier Liqada xal itirdik deyib baş məşqçi. Həmçinin o bildirib ki, Qarabağa qalib gəlmək istəyirdi, lakin heyətdə zədəli futbolçularımız var. Bournemouth'a qarşı maçda əsas heyətin 11 futbolçusuna şans verə bilməzdim. Qarabağın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son maçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim deyib Arne Slot. Arne Slot Qarabağın gücünü xüsusi qeyd edərək rəqibin Chelsea ilə oyununu xatırladıb. Bildirib ki, rəqibin heyətində sürətli futbolçular var, topları rəftar etməyi bacarırlar. Qarabağ öz bazarını bu mövsüm güclü komandalara göstərib. Hətta Chelsea komandası məğlubiyyətdən son anda can qutarıb 2-2 hesablı heçsə qeydə alınıb. Bu onu göstərir ki, Qarabağ komandası heç də zəif komanda deyil. Ümumiyyətlə Çempionlar Liqasında bu mövsüm qarşılaşdığımız bütün komandalar güclü olub deyib Liverpoolun baş məşqçisi. Qarabağın da onlardan biri olduğunu vurğulayıb. Rəqib komandanın futbolçusu Frimpong, yəni ki, sizlərə bu futbolçu yaxşı tanış gəlir. Xüsusilə bu arada qeyd edim ki, Liverpoolun heyətinə həmçinin Virtus da var. Bax, bu futbolçu da məhz vaxtı ikən Qarabağın rəqibi olub. Həmçinin müdafiəçi Frimpong da Qarabağın rəqibi olub. Yəni ki, bu futbolçuları yaxşı tanıyırsınız. Çünki Qarabağ komandası geri düşmüş, öndə olarkən bu futbolçular oyuna daxil oldular və geri dönüş etdilər. Qarabağ həm ümumi hesabda məğlub oldu və növbəti mərhələdən məhrum oldu. Dəyərli dostlar, deməli, Frimpong deyir ki, bəli, mən Qarabağı yaxşı tanıyıram. Qarabağ komandasının düşərgəsində yaxşı futbolçular var. Rəqib hesabda, biz Bayer Leverkusenə deyir çıxış edərkən rəqib hesabda 2 və ya 3-0 öndə idi. Amma geri dönüş edə bildik. Hazır olmalıyıq. Asan rəqib deyil Qarabağ. Frimpong belə bir açıqlama verib, amma onun həmkarı Van Dijk bildirmişdi ki, Qarabağı asanlıqla məğlub edəcəyik. Bu arada oyun haqqında məlumat vermədim, sonradan yadıma düşdü. Oyun gecə saat 00:00 radələrində, yəni 28-29-dan keçən gecə saat 12-də baş tutacaq. Enfield stadionunda təqribən 61 min azarkeş qarşısında bu oyun start götürəcək dəyərli dostlar. Bəli, Qarabağ komandasının oyununu idarə edəcək hakim də artıq bəllidir. Dünənki videoda bunu sizə təqdim etmişdim. İvan Krujekdən söhbət gedir. Slovakiyalı hakim həmçinin Şkendiya ilə maçımızı da idarə etmişdi ki, həmin maçda 1-0 hesabı ilə Qarabağ komandası qalib gəlmişdi.
Bir qədər öncə qeyd etdim, Liverpool komandası paylaşım edib Qarabağla bağlı və Qarabağın ən uzaqdan gələn qonaq adlandırıb. Bu arada 4200 kilometrə yaxın məsafə qət edib Qarabağ komandası Liverpoolun qonağı olacaq. Və paylaşımda Qarabağın loqosunun üzərində bir ulduz olması Azərbaycan mediası tərəfindən hörmətsizlik kimi qələmə verilib. Amma bunu yəqin ki, ya bilməməzlikdir, ya bilərəkdən eləməyiblər düşünürəm, ya bilmədən diqqətsizlikdən bu baş verib, ya da ümumiyyətlə məlumatları yoxdur Qarabağ haqqında geniş şəkildə. Çünki Qarabağın bir ulduzlu loqoları çoxdur Google-da. Ona görə ola bilər ki, Google-dan loqonu götürüb yükləyərkən bir ulduzlu qarşısına çıxıb, onlar onu yükləyiblər, bilməyiblər. Yəni bu hörmətsizliyə heç bir bağlılığı yoxdur. Bizimkilər onu dərhal şişirtməyə çalışırlar, onu demək istəyirəm. Liverpool komandası isə müəyyən qədər itkilərlə Qarabağ qarşısına çıxacaq. Qeyd edim ki, heyətində ən azı 5 futbolçunun deməli 5 futbolçusu itkisi ilə çıxacaq Qarabağa qarşı oyuna. Çünki düşərgəsində çox ciddi zədəlilər və başı digər məsələlərə qarışan futbolçular var. Belə ki, qeyd edim ki, Arne Slotun əsas itkilərindən biri mərkəz müdafiəçisi Joe Gomezdir, hansı ki, o zədələnib son oyunda, Bournemouth'la oyunda Joe Gomez zədələnib, dəyərli dostlar, onu sizin nəzərinizə çatdırın. Bax, bu futbolçu, mərkəz müdafiəçisi Joe Gomez Qarabağla oyunu buraxacaq. Dəyərli dostlar, bax, hal-hazırda həmin zədələndiyi epizodu ekranda görürsünüz. Digər tərəfdən İbrahim Konatenin atası rəhmətə getdiyinə görə, Allah rəhmət eləsin, bu oyunu buraxacaq. Və Giovanni Leoni və Conor Bradley də Qarabağa qarşı oynaya bilməyəcək zədəli futbolçular siyahısındadır. Arne Slotun işi heç də rahat olmayacaq deyə bilərik. Çünki qarşılarında Qarabağ var. Qarabağ azarkeşləri biletləri artıq alıblar. 1250 yerə ayrılmışdı Qarabağ üçün və bütün biletlər artıq satılıb, dəyərli dostlar, və Qarabağ komandası bu görüşə tam azarkeş dəstəyi ilə qoşulacaq. Qeyd edim ki, 1250 bilet satılsa da əlavə ola bilsin ki, ayaqüstü biletlər də satılsın. Ayaqüstü izləyənlər də Qarabağın təqribən 2000 azarkeşinin meydanda olacağı gözlənilir. Hətta bəzi Qarabağ azarkeşləri bilet tapmadığı üçün digər tərəfdən bilet alıb oyunu izləmək üçün meydana daxil olacaqlar, dəyərli dostlar. Və Qarabağ rəhbərliyi transferlər üçün ən azı 10 milyon ayırıb. Aldığımız məlumata görə yaxın günlərdə artıq transferlər reallaşdırılacaq. Hətta play-off mərhələsindən öncə bir neçə transferin adının açıqlanacağı gözlənilir. Qeyd edim ki, fevral ayının 14-nə qədər Qarabağ komandası ən azı 2-3 transferin adını açıqlayacaq kimi görünür. Dəyərli dostlar, Pedro Bicalho üçün elçi var AEK komandasından. Deməli, Bicalho üçün rəsmi təklif göndərildi. Bu dəfə daha cazibəli təklif. Çünki daha əvvəl təklif edilmişdi, amma Qarabağ komandası razılaşmamışdı. Qeyd edim ki, Alverka komandasından bu futbolçunu heç bir təzminat ödəmədən Qarabağ komandası azad agent statusu ilə heyətinə qoşmuşdu. Amma hal-hazırda onu 5 milyondan aşağı satmaq istəmir Qarabağ komandası. Transfer market saytı bu futbolçunun dəyərini 1,5 milyon avro göstərir. Bir qədər sonra Qarabağın transfer etmək edəcəyi futbolçu haqqında danışacağım. Ondan öncə sizin nəzərinizə bir-iki qısa xəbərlər çatdırım. Bildiyiniz kimi Kəpəzlə oyunda Bədavi Hüseynov zədələnmişdi. Anar Hacıyev bildirib ki, artıq futbolçunun vəziyyəti yaxşıdır, qənaətbəxşdir. Qarabağın keçmiş futbolçusu Elvin Nəsibov Xankəndi ilə müqavilə imzalayıb. Qarabağ ev oyunlarını Tofiq Bəhəmov stadionunda keçiriləcək, ən azı mövsümün sonuna qədər belə görünür. Çünki Suraxanı şəhər stadionunun vəziyyətinin yaxşı olmadığını əsas gətirən Qarabağ komandası ot örtüyünün daha da korlanmasının qarşısını almaq üçün PFL-ə müraciət edib və ev oyunlarının məhz Tofiq Bəhəmov adına Respublika stadionunda keçirilməsini istəyib. PFL də bu deməli müraciəti qəbul edib və Qarabağ Turantovuzla oyundan başlayaraq növbəti bildirişə qədər ev oyunlarını məhz Tofiq Bəhəmov adına Respublika stadionunda keçiriləcək. Gələn Neftçidən də bir xəbər var. Rıza Cəfərovla 2028-ci ilin yayına qədər müqavilə müddəti artırılıb, amma futbolçu Qəbələyə mövsümün sonuna qədər icarəyə verilib. İndi isə gələk əsas xəbərimizə, dəyərli dostlar. Bu arada əsas xəbəri çatdırmazdan öncə bir dünən verdiyimiz xəbəri təzələyək. İlyas
Şorev haqqında məlumat vermişdi. Bu futbolçu Qarabağa keçə bilər. Bunun Qarabağa keçmə faizi yüksəlişdədir dəyərli dostlar. Onu sizin nəzərinizə çatdırın və əsas Qarabağın əsas transfer etmək istədiyi futbolçu bax bu futbolçudur dəyərli dostlar. Derek Laketa. Kimdir bu futbolçu? Bu futbolçu 2023-cü ildən Qarabağın hədəfindədir. Belə ki, 2023-cü ildə bu futbolçu İspaniya Ponferradina klubunda çıxış edərkən Qarabağ komandası bu futbolçunu transfer etmək istəyib. Moirense'də oynayarkən bu futbolçunu izləyirmişlər. Ponferradina'da olanda artıq təklif göndərilib. Amma həmin vaxtı Ponferradina komandası bu futbolçu üçün 1,5 milyon avro tələb edib. Amma Qarabağ komandası bunu razılaşmayıb. Maksimum 450 min avro ödəyə biləcəklərini bildiriblər. 2024-cü ildə isə Ponferradina klubundan Braziliyanın Cuiabá klubuna keçib. Özdə Cuiabá klubu bu futbolçu üçün 1,2 milyon, təqribən 1 milyon 180 min avro təzminat ödəyib. Sonra Cuiabá komandası bu futbolçunu verib Sport Resifeyə icarəyə və dekabr ayının 31-də bu futbolçunun icarəsi başa çatıb və yanvar ayının 1-dən etibarən Cuiabáya qayıdıb. Bu gün də 27-sidir. Cuiabá komandası bu futbolçunu yenə də icarəyə verə bilər və yaxud satışı edə bilər. Bu barədə açıqlama verilib. Qarabağ komandası da bu futbolçunu transfer etmək istəyir, amma bu futbolçunun artıq transfer dəyəri 2023-cü ildə 2500 min deyil, 1,5 milyon avrodur dəyərli dostlar. Bunu da sizin nəzərinizə çatdırmış olun. Qarabağ komandası əgər bu futbolçunu transfer eləmək istəyirsə, ən azı 2,5 milyon avrosundan keçməlidir. Çünki Cuiabá komandasının tələbi belədir. Ola bilsin ki, Qarabağla ortaq məxraca gəlsinlər, 1,8-2 milyon avroda razılığa gələ bilsinlər. Hər halda yaxın günlərdə bu futbolçunun Qarabağa keçəcəyi gözlənilir. Qurban Qurbanovun uzun müddətdir izlədiyi və bəyəndiyi futbolçu olduğu bildirilir. Qeyd edim ki, futbolçu hündür boylu futbolçudur. 1,91 m, təqribən mənim boyda, mənim hündürlüyümdə bir futbolçudur dəyərli dostlar. Və qeyd edim ki, sol ayağı işləkdir. Həm sol cinah vingeri kimi, həm alternativ hücumçu kimi çıxış edə bilir, amma əsas mövqeyi mərkəz hücumçusudur. Braziliyanın deməli Rio de Janeiro şəhərindən dünyaya gəlib. 1999-cu ildə 26 yaşı var bu futbolçunun. Son mövsümdə Braziliya Serie A-da 63 oyunda çıxış edib, 11 gol vurub, 1 gol ötürməsi ilə yadda qalıb. Belə deyək də, hər oyunda əslində 90 dəqiqə oynamayıb. Orta hesabla hər 320 dəqiqədən bir məhsuldarlıq göstərib bu futbolçu. Ümumilikdə 217 oyunda çıxış edən futbolçu 29 gol vurub, 15 gol ötürməsi ilə yadda qalıb. Bəli, onun ən uğurlu çıxışı deyə bilərik ki, elə Braziliya A seriyasında olub. Getdikcə yüksəlişdədir, qiyməti də getdikcə artır. Qarabağ komandası əgər bunu razı salıb klubu 1,5 milyona ala bilsə, 1-2 ildən sonra bu futbolçunun ən azı 5 milyon qiyməti olacaq Qarabağda. Çünki Qurban Qurbanovun başçılığı altında həmişə futbolçular inkişaf edirlər. Siz nə düşünürsünüz? Qarabağ bu futbolçunu transfer etsinmi? Fikirlərinizi şərhlər bölümündə yazın gəlsin. Mən isə indi sizlə sağollaşıram. Növbəti videoda sabah görüşmək ümidi ilə. Hələlik.